Hə. Toplu 2019 birinci hissə nədir? İfadələrin sadələşdirilməsi. Yazdıq. Birinci sual. 2x bölə x üstə gələk 6 üstə gələr. 2x bölə x çıxaq 6 ifadəsini sadələşdirir. Ortaq məxrizi gətirəm. X üstə gələk 6, x çıxaq 6. Bunu bura vururuq, bunu bura vururuq. 2x vuraq, x üstə gələk 6, üstə gələk 2x vuraq, x çıxaq 6. Bərabər. 2x-i da çıxardıram sürətdən, x üstə gələk 6, üstə gələk x çıxaq 6, burada da x üstə gələk 6, vuraq x üstə gələk 6 edir. Gələk x çıxaq 6 edir. 6'lar getdi, 2x 2x-a vuranda 4x kvadratı, burada da x kvadrat çıxaq 36. Y. Keçirik 3-ə. 3 mn vuraq 2 üstə gələk mn sürətdə də m kvadrat üstə gələk m kvadrat. Ən yaxşı yolu vurub açmaq, yəni paylama xassəsindən istifadə edir. Bunu vuranda 2mn, ikinciyə vuranda mnlər gedir, qalır üstə gələk m kvadrat üstə gələk m kvadrat. Bu isə müxtəsər vurma düsturudur. M üstə gələk m mötərizə kvadrat deyir. Deməli, Y variantı. 5'ə baxaq. 5-ci də belə. M kvadratı çıxaq 30. Burada da M çıxaq 6. Üstə gələk. 6 bölək 6 çıxaq M. Bərabər. M kvadratı çıxaq 30, 36 edir. Hə, 30. Bərabər. M kvadrat çıxaq 30, M çıxaq 6. Görürsünüz, burada yerini dəyişirək, mənfi də qabağa çıxır. 6 bölək, M çıxaq 6. Eyni məxrəcdir, M çıxaq 6. Bunlar da eyni məxrəci gətirəndə M kvadrat çıxaq 36 edir. Müxtəsər tətbiq edirik. M çıxaq 6, M üstə gələk 6. Burada da M çıxaq 6. İxtisar gedir, qalır M üstə gələk 6. C variantı. 7'yə baxaq. 7 belə. B bölək C çıxaq C bölək B bölək B çıxaq C bölək 2 B C. Bərabər. Yəni ortaq məxrizi gətirəm. Bu B C'dir. Burada da B kvadrat çıxaq C kvadrat. Vuraq, onunla yerini dəyişirəm. B çıxaq C 2 B C. Bərabər. Sürəti vuruqları ayırırıq. B üstə gələk C. B çıxaq C. Burada da B C vuraq. 2BC, B çıxaq C. B çıxaq C'lər getdi, BC-lər getdi. 2 vuraq, B üstə gələk C və yaxud 2B üstə gələk 2C. Nə? B. B var ya. 9'uncuya baxaq. 9 da belə uşaqlar. 3 bölək x çıxaq 2, çıxaq. 3 bölək x üstə gələk 2. Vuraq, x kvadrat çıxaq 4, x üstə gələk 2. Bərabər. Ortaq məxrizi gətirəm, x çıxaq 2, x üstə gələk 2. 3 vuraq, x üstə gələk 2. Çıxaq 3 vuraq, x çıxaq 2. Vuraq, bunda vuruqlar ayıram, x çıxaq 2, x üstə gələk 2. Burada da x üstə gələk 2. Düzdürmü? Yaxşı. Bundan bu gedir, bərabər. Bu x çıxaq 2 ilə də x çıxaq 2 gedir. Məxrəcdə qalır. X üstə gələk 2. Burada da 3x üstə gələk 6. Çıxaq 3x üstə gələk 6. 3x var gedir. 12 bölək x üstə gələk 2 var mı? A var yəni. 11'ə baxaq. 11 belə uşaqlar. Deyir ki, 1 bölək x üstə gələk 1 bölək y. Vuraq M bərabərdir 1 olarsa, M ifadələrdən hansına bərabər? Əvvəla bunu ortaq məxrizi gətirir. Deməli, x, y, burada isə y üstə gələk x. Vuraq M bərabərdir 1. Onda M nəyə bərabərdir? M bərabərdir 1 bölək x üstə gələk y bölək x, y demək. Vuruq hasil. Məmsul vuruq. O üçün hasili məlum vuruğa bölmək lazım. Bu isə M bərabər yerini dəyişirik. X, y bölək x üstə gələk y. D variantı. 13'ə baxaq.
13 belə. A vuraq. A bölək A çıxaq 2. Üstə gələk 1. Bölək. Burada da. A üstə gələk. A kvadratı bölək 2 çıxaq A. 2 çıxaq. İfadəsini sadələşdir. Sadələşdirək. Bərabər. Əvvəlcə A vuraq. Ortaq məxrizi gətirəm. A çıxaq 2. Burada da A üstə gələk. A çıxaq 2. Düzdür. Bölək. Bunu da ortaq məxrizi gətirib. Əvvəlcə bəlkə belə eləyim. A çıxaq yerini dəyişim. A kvadratı A çıxaq 2 edeyim. Bərabər. A vuraq. 2A çıxaq 2. Burada da A çıxaq 2. Bölək. Ortaq məxrizi gətirəm. A çıxaq 2. Burada da A vuraq. A çıxaq 2. Çıxaq A kvadrat. Bərabər. A-nı yuxarıya vurmaq olar. 2A kvadrat çıxaq 2A. Burada da A çıxaq 2. Bölək. A çıxaq 2. Burada da A kvadrat çıxaq 2. A çıxaq A kvadrat. Bununla da bu gedir. Nə qalır? Deməli, gəlin buradan elə 2A-nı çıxardaq, A çıxaq 1 qalsın. Burada A çıxaq 2 qalsın. Bunda vuraq tərsinə. A çıxaq 2, mənfi 2A. Bununla bu gedir. Bununla bu gedir. Mənfi qalır. Bu isə 1 çıxaq A demək. D. B. D. 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 Yaxşı. 15'ə baxaq. On beşdə belə düşür. Hə. 1 bölək. A çıxaq 1. Çıxaq. 3A bölək. A kubu çıxaq 1. Üstə gələk. 1 bölək. A kvadrat. Üstə gələk. A üstə gələk 1. Sadələşdir. Deyirdik, hangi ortaq məxrizi gətirmək üçün birinci hər birini qruplara ayırmaq lazım. Ona görə 1 bölək A çıxaq 1. Çıxaq. Bunu da yazıram. 3A bölək. A çıxaq 1. Vuraq A kvadrat. Üstə gələk A üstə gələk 1. Üstə gələk 1 bölək A kvadrat. Üstə gələk A üstə gələk 1. Ortaq məxrəc bu. Ona görə ortaq məxrəci gətirəndə bu tamamlayıcı qrubu, bax bu ikincisi olacaq. Bunun tamamlayıcı olduğu isə birinci qrubu olacaq. Ona görə bərabər yazıram. A çıxaq 1, A kvadrat üstə gələk A üstə gələk 1. Ondan olur. Bax bu bura vurulur. Olur. A kvadrat üstə gələk A üstə gələk 1. Bu tamamlayıcı qrubu heç nədir? 1-dir. 3A üstə gələk. Bu isə A çıxaq 1-dir. Bərabər. Yuxarıda alınır A kvadratı. Çıxaq A. Heç nə? Bunlar getdi. Burada da A çıxaq 1. A kvadrat üstə gələk A üstə gələk 1 edir. A-nı sürətdən çıxartsaq, A çıxaq 1 alınır. Burada da A çıxaq 1, A kvadratı üstə gələk A üstə gələk 1. A çıxaq 1-lər gedir uşaqlar. Sürətdən A kvadrat üstə gələk A üstə gələk 1 qalır. A variantı. Keçirik 17-yə. 17. 17 belə. Hə, burada üstü mənfi olan var. Yalnız bu bir dənə, iki dənə sualdan deyəm. Onu biz 8-in axırında keçəcəm. Amma indi həm də işarə edəcəm ki, en üstü mənfi 1. Vuraq. En üstə gələn yerin üstü mənfi 1. Vuraq. En bölə yerin çıxaq en. Bu ifadəsini deyir sadələşdir. Üstü mənfi 1 olmaq, 1 bölək üstü müsbət 1 demək. Yəni, məsələn, üstü mənfi 5 demək. 1 bölək müsbət 5. İndi burada nə qalır? Bərabər. M-ə dəymirəm. Bu 1 bölək y demək. Yəni, nə alır? M bölək y çıxar. N burada qalır. Bu 1 bölək y demək. Deməli, N bölək y də budur. Vuraq. Bu isə bütöv olaraq məxrəcə düşür. Yəni, 1 bölək M üstə gələk y demək. Vuraq. N bölək y çıxar n də budur. İndi isə artıq işimizi görə bilərik. M kvadrat çıxar n kvadratı. Vuraq. Bu da nə olur? Bu ikisini bir-birinə vuranda m kvadrat çıxar n kvadrat. Bu da n edir. Bununla bu gedir. Bununla bu gedir. Cavab 1 bölək m olmalı. A variantı. 19'a baxaq.
Görəyəm 9-da nədir? Burada işlədiyimiz suallardan da heç bir yeni bir şey yoxdur. Bura 2b bölər a kvadrat üstə gələr b kvadratı çıxar 2ab. Bax bu ifadəsini deyir sadələşdir. Bərabərdir. Bu ab, bu da b çıxar edir. Bura 2b, bu isə a çıxar b. B çıxarla yazında bir dəfəliyə. B çıxarla mötərizə kvadrat olsun. Onda bundan bu gedir kvadrat. Burayla da bu gedir. Nə qalır? Sürətdə 2 qalır. Burada A vuraq B çıxar A qalır. Y var ya. 21'ə baxaq. Bir. 21 belə. A üstə gələk B bölək A çıxaq B. Çıxaq A çıxaq B bölək A üstə gələk B. Vuraq A kvadrat çıxaq B kvadratı 16AB bərabər. İfadəsini deyir sadələşdir. Ortaq məxrucu gətir. Bu ikisinin hasilidir. A çıxaq B, A üstə gələk B, bunu bura vuruq. A üstə gələk B mötərizə kvadratı çıxaq. A çıxaq B mötərizə kvadratı vuraq. Bunda luqları ayırmaq çıxaq B, A üstə gələk B, burada isə 16AB alır. Ondan bu gedir. Məxrəcdə 16AB-dir. Bunda kvadratlar fərqi kimi də yaza bilərik, elə bir aça da bilərik. A kvadrat üstə gələk 2AB, üstə gələk B kvadrat, çıxaq A kvadratı. Üstə gələk 2AB, çıxaq B kvadratı. Bərabər getdi. Qalır sürətdə 4AB bölək 16AB. Bu da 4'də 1 və ya 0,25. D. 23'ə baxaq. 23'də belə çıxır. A çıxaq B. Burada da 2AB çıxaq B kvadrat. Üstə gəlir. A çıxaq B. Burada da 2A kvadratı çıxaq AB. Bərabər. Deməli, ifadəni deyir sadələşdir. Məxrəcdən bu A çıxaq B qalsın. B-ni çıxardıram. 2A çıxaq B qalsın. Üstə gələk. A çıxaq B. Buradan da A-nı çıxardıram. 2A çıxaq B qalsın. Ortaq məxrəc yadınızdaydı, nəzər edirdik. Birini olduğu kimi saxlayırdıq, ikinci olmayanı əlavə edirdik. Ortaq vuruq neçə olur ortaq məxrəc? AB vuraq bunu ötərsin. İndi baxın. AB vuraq 2A çıxaq B. Bunun tamamlayıcı vuruğu A. A vuraq A çıxaq B üstə gəlir. Bu da ki B'dir. B vuraq A çıxaq B. Bərabərdir. Bununla belə eləyirəm. Vurum açanda, yəni A çıxaq B'ni ortadan vuruq kimi çıxardanda A çıxaq B, A üstə gələk B qalır. Burada da AB, 2A çıxaq B. Sürətdə A kvadrat çıxaq B kvadrat. Məxrəci vuruq açıb, payı üstü belə mi salır? Məxrəci yox, saxlayıb deyirsən. AB vuraq 2A çıxaq B. Sürətdə də A kvadrat çıxaq B. B var yəni. Yaxşı, 25, 30'a qədər yazaq, büyüdsün. 25 belə. Gələnə yazır. 9A, burada 3AB çıxaq B kvadrat. Çıxaq B bölək 3A kvadrat çıxaq AB. Bayaqkından demək var ki, buradan B'ni çıxardıram, 3A çıxaq B oldu. Bu da 9A'dır, çıxaq. B bölək, buradan A-nı çıxardıram, 3A çıxaq B oldu. Bərabərdir. Ortaq məxrəc AB, 3A çıxaq B oldu. Onu vuramaya 9A kvadratı, bunu da B-yə çıxaq B kvadratı. Bu bir qədər fərqlidir. Kvadratlar fərqini tətbiq edirəm. 3A çıxaq B, 3A üstə gələk B sürətlədir. AB, 3A çıxaq B-də məxrəcdə. 3A çıxaq B-lər gedir. Sürətdə 3A üstə gələk B.
Məxrəcdə isə AB var. D. D variantı. 27. 27 də üstü mənfi olandır. Artıq başa düşdünüz da nədir? A üstü mənfi 1, üstə gələk B üstü mənfi 1. Vuraq, A üstə gələk B-nin mötəzən üstü mənfidir. Bu nə demək? Bu 1 bölə ya üstə gələk 1 bölə B. Vuraq, 1 bölə ya üstə gələk B də B. Ortaq məxrəcə gətirəndə AB, A üstə gələk B. Vuraq, 1 bölə ya üstə gələk B. Bundan bu gedir, cavab 1 bölə ya B. B. B variantı. 29'a baxaq. Bir 31'i də yazmışam. 29'dan 31. 29 belə. Deməli, x üstə gələk 16 bölək x plus 8 bölək 2x kvadrat üstə gələk 16x üstə gələk 32. Burada da x kvadrat çıxaq 60-dır. Bərabərdir. X plus 8, bu da eləyir, bura vuranda x kvadrat üstə gələk 8, x üstə gələk 16. Bölək 2-ni çıxardıram x kvadratı üstə gələk 8x üstə gələk 16. Burada da x üstə gələk 8, x çıxar 8. Bərabərdir. Da heç nə eləmirəm, tərsinə vururam. X kvadrat üstə gələk 8, x üstə gələk 16. Burada da x plus 8 vuraq. Burada x plus 8, x minus 8. Burada 2 vuraq, x kvadrat üstə gələk 8, x üstə gələk 16. Bundan bu gedir, bundan bu gedir. Sürətdə qalır x çıxar 8, məxrəcdə isə 2. A. A variantı. 31. Görək 31-də nə var? 31-də belə. Deyir ki, 1 üstə gələk B kvadrat üstə gələk C kvadratı çıxar A kvadratı 2BC bölək B üstə gələk C çıxar A bölək BC ifadəsini sadələşdir. Baxın uşaq, bərabərdir 2BC bu olur 2BC üstə gələk B kvadrat üstə gələk C kvadrat çıxar A kvadrat vuraq BC burada da B üstə gələk C çıxar A bərabərdir. Bax görürsünüz bu müxtəsər vurma üstüdür. Nə deməkdir? B üstə gələk C kvadratı çıxar A kvadrat. Burada 2BC vuraq BC B üstə gələk C çıxar A. Kvadratlar fərqini tətbiq edə bilərik. Tətbiq edirik. Birincisi B üstə gələk C üstə gələk A, B üstə gələk C çıxar A. Burada da 2BC vuraq BC B üstə gələk C çıxar A. Bundan bu gedir, bundan bu gedir. Sürətdə B üstə gələk C üstə gələk A, məxrəcdə isə 2. C. C variantı. 30-a qədər cüt sayda olanları yazarsınız.